Mənəm. İndi sizin bir yoldaşınız da orada Pilaramada çəkiliş apardı. Bilmirəm o yoldaş sizdən idi, yoxsa siz tanışınızdır, yoxsa dostunuzdur? Rəşad. Deyəsən Rəşad idi adı. Görürsüz. Pilaramada Taxtaşalban Emol olan bir sexim var. Orada çəkiliş apardı. Rəşad müəllim idi. Rəşad. Deməli, hörmətli tamaşaçılar, bax görürsüz, Rəşad yenə məndən qabağa düşüb. Bax Rəşad, sən öz işin var da, yeri get yemək bişmək işinə bax da. Gəlib mənim işimə niyə qarışırsan? Mən gül kimi gəzə-gəzə gəlirdim də. Arıçılıq məsələsinə gedək. Bax bu arı mənə çox maraqlı gəlir. Arı inan ki, əvvəla müqəddəs bir heyvandır. Həşəratdır da. Nəfər deyim. Onlarda olan intizam, mən deyərəm bəlkə də heç bir bəzi adamlarda yoxdur. Yəni onların özlərinin axranası. Gedək o arı yeşiklərinin yanına da. Onların özlərinin su daşıyan... Mənim, gedək o arılar haqqında elə arı yeşiklərinin yanında danışsanız daha maraqlı olar. Onların axranası var. Onların su daşıyanı var. Onların bal daşıyanları var. Onlar balı ağızlarında gətirirlər. Çiçəkdən çəkdikləri balı ağızlarında gətirirlər.